Hər birinizə salam qızlar. Yepyeni bir vloqla görüşünüzə gəlmişəm. Bugünkü videomuzda çox dolu olacaq. Siz də inşallah videonu bəyənsəz, kanala abunə olmağı və like atmağı unutmayın. Çünki bu həmişə dediyim kimi məni çox motivasiya eləyir, çox həvəsləndirir. Növbəti videoların hazırlanmasında mənə böyük ruh yüksəkliyi verir. Bununla bərabər kanalı açmaqda əsas məqsədim bunun mənim çoxdankı arzumun olmasıydı və çox şükür ki bu arzuma çatdım. Böyük həvəsim var idi və onu reallaşdırdım. Düzdür, bir ara büdrəsək də pes etmək yoxdur, davam edirik. İnşallah sizin sayənizdə də səhifəmiz böyüyər. Eyni zamanda mən və mənim kimi qızlara, xanımlara motivasiya vermək, dəstək olmaq, onların könlünü xoş eləməkdir. Asudə vaxtlarını səmərəli keçirməklərinə yardım etməyimdir. İnşallah siz də mənə bu yolda böyük dəstək göstərərsiniz. İndi isə gəlin keçək əsas məsələyə. Qızlar, bugün 8 mart Beynəlxalq Qadınlar Günüdür. Hər birinizi təbrik eləyirəm səmimi qəlbdən. Üzünüzdən gülüş əksik olmasın. Eyni zamanda həmişə könlünüz sevinsin. Bəzən xanımların üzü gülür, ancaq ürəkləri onu demir. Ona görə də istəyirəm ki, həm üzünüz gülsün, həm könlünüz, qəlbiniz sevinsin. Tada! Bu da mənim hədiyyəmdə qızlar. Gəlin açaq baxaq görək içində nələr var. Bir dənə belə bir təbrik kartı var. Bir dənə belə bir şokolad var və bir dənə də belə baxım setidir duş üçün. Burada dilək gəlir, kameranı salır, aşırdır. Sonra da kendi çapında mənə kömək elədiydi, şübhəli. Əslində isə içində ona maraqlı gələn neysə varsa götürmək idi. Nəysə, uzaqlaşdırdıq onu buradan. Qızlar, bir dənə belə bir bədən üçün skrabdır. O düzdür, bir balaca kiçik idi. Bir dənə belə bir duş gelidir. Və mən üzərini qabaq lifi sanmışdım, amma deyil. Süngər, bədən üçün duşdan sonra losyon və bir dənə də belə bir sabundur. Qoxuları da hər biri super və möhtəşəmdir. Sonuncusu isə vanna üçün duzdur. Onda maalesef istifadə edə bilmirik, çünki bizim vannamız yoxdur. Amma qabı çox qəşəngdir, çox universaldır. İnşallah onunla bağlı qəşəng fikirlərim var. Geri dönüş eləyib qəşəng istifadə edəcəm onu. Qızlar, əgər siz də öz yaxınlarınıza belə bir hədiyyə bağlaması bağışlamağı düşünürsünüzsə, lakin daxilində olan məhsulların keyfiyyətinə əmin deyilsinizsə, istifadə eləmiş bir şəxs olaraq sizə bu haqda məlumat verə bilərəm. İlk növbədə duş gelindən başlamaq istəyirəm. Duş geli alışıq olduğumuz qatı teksturada deyildi. Hətta deyərdim ki, bir balaca cıvıq idi. Ancaq qoxusu həqiqətən möhtəşəm idi. Gün boyu qalıcılığı vardı. Skraba gəlincə qızlar, əgər həssas dəriniz varsa, bu sizi heç cürə incitməz, çünki teksturası həddindən artıq yumuşaq idi. Əlavə olaraq qızlar, skrabları aldığınız zaman çalışın böyük qutuda olanlardan alın, çünki kiçikləri 1-2 duşdan sonra tez bitir. İçərisində ən çox sevdiyim isə losyon idi, çünki losyondan sonra dərim ipək kimi olmuşdu, insan özünü lap bebək kimi hiss edir. Sabun və vanna duzunu isə istifadə etməmişəm. Vanna duzu məlum məsələ, bizdə vanna yoxdur. Amma sabunun isə görüntüsünü pozmaq istəmədim, çünki çox şirin görsənirdi. Ondan əlavə isə qoxusu çox qəşəng idi. Söhbət edə günorta yemək üçün hazırladığım xəngələ də baxaq. Qızlar, xəngəl üçün istifadə etdiyim yuxalar hazır yuxalardır. Onu qeyd edim ki, həddindən artıq incə idilər, yəni çox nazik idilər. Bu naziklikdə biz onu ancaq mənə elə gəlir ki, lahmacun ya da ki, qutab üçün istifadə edə bilərik. Amma qəti surətdə dağılmadılar, cırılmadılar, yəni elə bir problemlə qarşılaşmadım. Sadəcə olaraq xəngəlin xəmiri qalın olub çəkildiyi zaman incə çəkilər. Amma burada tərsinə oldu. Çox incə idilər deyə mən onu bir qatda qalın çəkməli oldum boşqaba servis eləyəndə. Amma ləzzətində heç bir problem yox idi. Dağılmasında heç bir problem yox idi.
Bunu da əgər bu belə bir şey sizin üçün problem deyilsə, alıb istifadə edə bilərsiniz. Göz haqqınızı halal edin qızlar. Çox qəşəng görsənir, ətri, qoxusu, dadı super çıxmışdı. Sizə tövsiyə edərəm. Gülək. Əvvəlki vlogdan da bilirsiniz ki qızlar, bu da Diləyin 8 mart hədiyyəsidir. Onu birinci dəfədir maşınımda sürürəm çöldə. Çünki havalar uzun müddət idi ki, çox buludlu və çiskinli keçirdi. Axşamlarda yağış yağırdı. Mən də havanın normal olmasından istifadə elədim. Ancaq Diləyin heç cürə keyfi yoxdur. Yatmaq istəyir, huysuzlaşıb. Ona görə də biraz gəzdikdən sonra, təmiz hava qəbul eləyəndən sonra onu çıxardıram yuxarı və elə tez bir zamanda da yuxuya gedir. Qızlar, belə bir hədiyyəli çiçəklərim var. İstəyirəm onları əkim. Ancaq bir problem var, dibçək yoxdur. Əgər dibçəyimiz yoxdursa, niyə də onu özümüz hazırlamayaq? Bu işdə mənə kömək eləyən əsas vasitə belə bir baçokdur, su baçoku. Siz istəsəz başqa nədənsə də istifadə edə bilərsiniz. Məndə əlimin altında olan bu idi. Onu da əlavə edeyim ki, qızlar, mən sizə demişdim, hər ıvır-zıvırı yığıb saxlayıram, atmıram. Və o ıvır-zıvırlar belə bir situasiyalarda mənə çox, amma çox kömək eləyir. Məsələn, baçokun üzünə keçirdiyim torba var, o bildiyimiz ayaqqabı torbasıdır. Atmamışam, saxlamışam. Ardınca silikon yapışdırıcı vasitəsindən onu çox qəşəng, səliqəli bir formada baçokun üstünə yapışdırıram. Ardınca kənarlarını da səliqəyə salıram, artıq hissələrini də bükürəm ki, görüntü qəşəng gözə gəlimli olsun. Bir dənə də belə bir həsir ipim var idi, çox uzun idi. Ona görə də onu 2 qat elədim, ətrafından doladım və üstünə bir düyüm atdım. İndi isə bəzəmək aşamasına gəlmişik. Gördüyünüz bu bantikləri deyəsən şapşaplarımın üstündən saxlamışdım, atmamışdım. Onları yapışdırıram. Bu arada burada əlimi biraz yandırdım. Talihsiz kaza deyib keçirik və işimizə qaldığımız yerdən davam edirik. Burada 2 dənə belə mirvari var. Onları da istəyirəm ki, bəzək üçün üzərlərinə yapışdırım və yavaş-yavaş yekunlaşdırım. Dibçəyim artıq bitmək üzrədir və Dilək də gəlib mənə kömək edir. Dev televizor ekranından izləyənlər çox qəşəng bir mənzərə ilə qarşılaşmışdırlar deyə düşünürəm. Qızlar, həsir ipi bantik formasında düyünləmişdim. İstədim ki, onu gül forması verim. Sonra gördüm ki, yox. 2 qat elədiyim üçün istədiyim kimi alınmadı və aşağı hissəsini kəsməli oldum. Qızlar, hər şeyi boş verin. Gəlin bu meyvələrin qoxularından danışaq. Çox möhtəşəmdir. Yoldaşım gələndə almışdı. Səhv eləmirəmsə dedi, Qubadlıdandır, Qubad.
yer şkafın yuxarı hissəsində olan şəkillərdəki boşluq idi. Orada öz kreativ düşüncələrimdən nəsə əlavə edəcəm. Bir vlogun da sonuna gəldik. Videonu bəyənməyi, kanala abunə olmağı və rəfiqələrinizlə paylaşmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.